böyük güclər, xüsusilə də Amerika başda olmaqla, Rusiyanın tamamilə məhvini, dağılmasını istəmirlər. Onu sadəcə olaraq ram edə biləcək bir səviyyə, öz təsirini ala biləcək bir səviyyəyə qədər zəiflətmək istəyirlər. Və təbii ki, orada Putin qala bilməz ki. Orada Putindən sonra gələcək kimlər varsa, onlar bu təsirdə fəaliyyət göstərə bilərlər. Və ən azından mən hesab edirəm ki, Rusiyanı Amerika ilə Çinin arasındakı gedən böyük savaşın qarşılığında Rusiyanın bir körpü kimi, bir aralıq kimi mövcudluğu lazımdır. Yəni bu bir geosiyasi bir məsələdir, ciddi məsələdir. Amma hadisələr hara aparır? Hadisələr Rusiyanın ən azından bir 3-4 yerə parçalanmasına aparır. Ola bilsin ki, bu şəkildə olacaqdır. Ola bilsin ki, maraqlar, iki tərəfin maraqları Rusiyanın parçalanması ilə hər kəs öz maraqlarını reallaşdıracaq. Çin demişik dəfələrlə, BF-də də demişik, Urala qədər praktik olaraq nəzarət edir Rusiya. De facto praktik olaraq Çinin nəzarətindədir. Və Avropa hissəsi də indi orada 20-yə qədər muxtariyyət var. Rusiyanın içində 20-yə qədər muxtariyyət var. Zelenskinin çağırışlarını eşitdiyi son çağırışlarını Rusiyanın içindəkilərə qalxın müstəqilliyinizi tələb edir. Yəni Rusiyanı içəridən dağıdır. Yəni bunlarla belə sıradan bir məsələlər deyil. Bu Zelenski də bunu sıradan bir öz təşəbbüsü kimi yəqin ki demir. Bu Qərbin həm də istəyir. Baxın, 2 il bundan qabaq biz təsəvvür edirdikmi ki, Ukrayna bu müharibəni bu şəkildə Rusiyanın içinə çevirəcək. Siz giriş sözünüzdə dediniz. Yox, qətiyyən. Biz təsəvvürlər. Yox, qətiyyən. Bir dənə Belqrad vurulurdu və onda da hamı deyir ki, ayda Belqradı vurdular. Hamı dəhşətə gəlmişlər. Hamı zeyli müharibə Rusiyanın ərazisini atladı. Cəsarətə baxın, qoçaqlığa baxın, Rusiya ordusunun qəhrəmanlığına baxın, yiğitlər Kurskun ərazisinə atladı. Amma bu günləri artıq 3000 kilometrə uçacaq pilotsuz uçuş aparatlarından söhbət gedir. O gün mən raketlərindən, Flamingo raketləri var elə 3000. Siyasi şərhçilərə baxıram, bilirsiniz orada məşhur siyasi şərhçilər var da, hər gün danışırlar. Ona deyirlər ki, biz deyirdik, inanmırdınız ki, Rusiyanın dərinliklərinə 1000 kilometrə, 2000 kilometrə, indi 3000 kilometrə söhbət gedir. Sizə söz veririk ki, bizim texnologiyalar yaxın günlərdə, yaxın zamanlarda 5000 kilometrə, 10000 kilometrə uzaq şərqdəki obyektlərdə olacaq. Bu Ukrayna şərhçiləri deyir. O Rusiyanın da siyasi şərhçilərinin elə bil ki, dili daha qısılıb, danışmırlar. Mən son vaxtlar onların açıqlamalarını demək olar görmürəm. Fakt qarşısında nə danışacaqlar? Yəni illüziya bitdimi? Yəni bunu demək olar mı ki, illüziya bitdi, eləmi? Əlbəttə, bunlar görsə nə qədər bir peşmançılıq keçirirlər ki, və günə qədər biz Ukraynanı məhv edəcəyik, əzəcəyik, Ukrayna nədir, Ukrayna kimdir deyənlər bu gün deyirlər ki, biz drone hücumlarının qarşısını, raket hücumlarının qarşısını hansı yolla almalıyıq? Hara baxır hava hücumundan müdafiə generalları, nə bilim, sistem, niyə görə müdafiə edə bilmir? Bu sualları verirlər. Artıq ritorika dəyişib, tamamilə başqa mövzuda danışırlar. Ona görə bugün Rusiya içindən həm iqtisadi cəhətdən çalxalanır və həm də hərbi cəhətdən çalxalanır. Bugün Rus insanı artıq bu müharibəni öz dərisində bütün, belə deyək də, bütün komponentləri ilə hiss edir. Həm benzini ilə hiss edir, həm qiymətləri ilə hiss edir, həm o raketlərin və pilotsuz uçuş aparatlarının törətdiyi partlayışlar da hiss edir və eyni zamanda gözünün... İnsan itkisindən, evlatlarını itirməklə. Təbii ki, evlatlar da ki, işte, artıq milyon yarıma yaxınlaşır. Milyon yarıma yaxınlaşır bu itkilər. Mən həmişə bu statistikanı gətirirəm. Bu adamların ətrafındakiləri də bir araya gətirsək ki, hər insan, hər ölənin ətrafında nə qədər adam var, bu Rusiyada bu müharibənin döymədiyi qapı, toxunmadığı ailə yoxdur. Yəni artıq mən deyərdim ki, Qərbin, biz indi bəzən deyirik ki, niyə bu müharibəni bitirmirlər? Qərbin əlində nə var? Qərb bilsin neynədir? Qərb bizi zaman-zaman pul, vəsait ayırdı, dəstək verdi Amerikada, Avropa ölkələrdə, Fransada, Almaniyada, İngiltərədə, Ukraynanın dərinliklərində yüksək texnologiyalarla müşahidə olunan demək, hərbi sənaye yaratdılar. Hərbi sənaye yaratdılar. Bir gün o dronlar, o raketlər və getdikcə modelləşən yeni bu qəbulda olunan məhsullar dövrüyə çıxır və bunlar hamısı Rusiyanı praktik olaraq çöktürməyə aparır. Baxın, Rusiyanın əgər neft emalı məhsullarının ortalama hardasa 40-45% vurulubdursa,
Bugün Rusiya neft ölkəsi, qaz ölkəsində neft talonla, yanacaq talonla satılırsa, Krım praktik olaraq izolyasiya olunubsa və demək olar ki, paytaxt, hətta Rusiyanın paytaxtı iflic halına gəlirsə, indi bütün hər yerdən hava hücumla müdafiə sistemlərinin çəkirlər Moskvaya. Rusiya Moskvadan mı ibarətdir? Rusiya tək Moskvadan ibarət deyil. Bunun hamısını çəkin gətirin ora. Əvvəla nə qədər çəkib gətirsəniz də birdən 100, 200 o pilotsuz uçuş aparatı gəlirsə, siz bunun 150-sini vursanız da 50-si mütləq ki, zərərini verəcək. Hətta vurduqlarınız neyinir? Vurduqlarınız da yerdə düşüb partlayır, siz ziyan verir. Yəni gəlirsən, ora qədər gəlibsə, orada vurursansa, neçəsini biz elə sosial şəbəkələrdə görmüşük, ruslar özləri çəkib yerləşdirirlər bu videoları. Vururlar, düşür neft emalı müəssisəsində, orada partlayış əmələ gəlir, orada partlatmaq üçün gəlmişdi də, özü vuracaqdı, sən vurdun, saldın onlara. Yəni, bax, bütövlükdə mən Rusiyanın iqtisadiyyatından, iqtisadi durumundan, maliyyə durumundan danışmıyorum, bərbad danışılası deyil. Yəni, bir ölkənin praktik olaraq heç nəyi yoxdur bugün müharibə eləmək üçün. Sadəcə olaraq yalançı bir emisiya etməklə, kağız pullar buraxıb, özlərini aldatmaqla bu vəziyyəti belə hara qədərsə aparırlar, divara qədər aparacaqlar. O divar bitəndən sonra nə olacaqdır? İndi bax, Rusiya bugün hiperinflyasiyanın bir addımlığındadır. Rusiya bugün dövlət olaraq müflis olmanın bir addımlığındadır. Dövlətin müflis olması vətəndaşı qarşısında və xarici ölkələr qarşısında, xarici beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi deməkdir. Sən əgər vətəndaşın qarşısında öz öhdəliyi yerinə yetirə bilməsinsə, içəridə narazılıq, artmış narazılığı 1-ə 10 artıracaqsan, 1-ə 100 artıracaqsan, beynəlxalq təşkilatlar qarşısında vaxtı ilə götürdüyün kreditləri və digər öhdəlikləri yerinə yetirə bilməsinsə, və praktik olaraq özünü müflis elan etdinsə, sən artıq praktik olaraq sən belə yerdə məhv olmaq ərəfəsindən gəlmişəm. Bax, elə bu yerdə o sualı verməyin əsl yeridir. Yəni, bütün bu sosial narazılıqlara hesablanıb da, yəni ki, o zaten insanlar indi 30-40 kilometrlərlə benzin növbələrindədir. İndi hamımızın qohum əqrabasında yaşayır. Yəqin özünüzdə məlumatdasınız. Mən məsəl üçün ötən gün danışırdım. Deyir, bir yerdə, məsəl var, deyir, orada satış var. Nə bilim, tutaq ki, özəl bir yanacaq doldurma məntəqəsidir. Pulun varsa da get 1 litrini bizim pulundan hardasa 2 manat 40, 2 manat 50, 2 manat 60 qəpiyə ala bilərsən. Get al oradan. Yox, saatlarla, o kilometrlərlə növbəyə dayanmalısan, onda da sənə 20 litr yanacaq verəcəklər. İstənilən halda Rusiyada bu sosial bir partlayışla nəticələnə bilər. Yəni, bu gedişatla bu nəticələnə bilər. Yəni, bu artıq Putini, yəni, bu da mı əndişələndirmirmi sizcə? Yəni, bu perspektivi görmürmü? Və yaxud bu perspektiv gözləniləndir prinsipcə onun hakimiyyəti üçün? Gözləniləndir. Bax, mən başladım ki, bu qərb ölkələri Ukraynanın hərbi sənayesini yaradıb, müharibəni zamanla transformasiya elədilər Rusiyanın ərazisinə. Bunu yeni deyirəm ki, bundan qabaq biz bunu yatsaq yuxumuza girməzdik ki, Ukraynanın dronları, raketləri Rusiyanın belə dərinliklərini vuracaq, Moskvanı vurub bu hava salacaqlar. Və mən sizə deyim, bu müharibənin əvvəlində də mən demişdim, bu üzücü bir müharibə olacaqdır. Yəni, bu Rusiyanı üzmək, son həddə qədər zəiflətmək bir müharibəsi olacaqdır və səbirlə, mən sizə deyim, əslində səbirlə. Qərb səbirlə bunu elədi. Ukraynanın güclü hərbi sənayesini yaratdı, müharibə transformasiya olundu Rusiyanın ərazisinə. Rusiya sanksiyalar, 20 mindən çox sanksiyalar Rusiyanın iqtisadi cəhətdən boğub, onsuz da bir eybəcər bir hala, acınacaqlı bir hala salmışdı. Və indi də müharibənin keçməsi, benzinin çatışmamazlığı, bayaq dediyim kimi, Rus insanı artıq hər yerdən öz dərisində bu müharibəni seyir, bu müharibə Rus insanının evinə, ailəsinə gəlib. Yəni artıq xaos, istənilən bir şəhərdə xaos yaşanır. Çünki müharibə, sirenalar var, o raket siren, səhərləri, axşamları, gün ortaları. Çünki danışanda mən görürəm da, yəni hər bir, belə deyək, şəhərdə o artıq o təşviş, o xaos yaşanır. O insanların özlərini bu sosial şəbəkələrdə çəkib qoyurlar, ağlayırlar, bağırırlar. Səhərdən gəlmişik, 6 saat dayanmışıq, benzin götürə bilmirik, uşağı məktəbə apara bilmirik, nə bilim, bazarlıq eləyə bilmirik, harasa... İndi təsəvvürünüzə gətirin ki, bir insanın həyatında, məişətində nə qədər məqamlar var ki, avtomobillə bağlıdır, harasa getməklə bağlıdır, hansısa bir problem. Bunları həll edə bilməyən insanlar nə edəcəklər? Sonunda çıxacaqlar küçələrə. Yəni, o baxışlar ki, vardı ki, mən əvvəllər deyirdim, Rus insanının praktik olaraq 5-dən 4-ə elə Putinin özüdür.
Amma bu gün o baxışlar dəyişir. Yəni, Qərb bu siyasətlə düşünülmüş və səbirlə reallaşdırılan bu taktiki gedişlərlə praktik olaraq Rusiyadakı Rus insanının baxışlarını da dəyişməyə doğrudur. Yəni, praktik olaraq demək olar ki, dəyişir artıq. Artıq dəyişir, sürətlə dəyişir. Hətta o blogerlərdə, siz demişkən, blogerlərdə artıq ritorikanı tamamilə dəyişiblər. Hücum ritorikası yoxdur. Ritorika dəyişib ki, biz necə müdafiə olunaq? Necə müdafiə olunaq, doğru. Bu vəziyyətdən necə çıxaq?